Bəzən biz Həzrəti Zəhra salamullah əleyhanı yalnız Peyğəmbərimizin qızı və ya Həzrət Əli əleyhissalamın xanımı kimi təqdim edirik. Amma bu ondan daha artıq idi. Həzrəti Zəhra İslam cəmiyyətində, İslam toplumunda qadın kimliyini, müsəlman qadınının heysiyyətini bərpa edən ilk şəxsiyyət idi. O zaman qadınlar bazarda ya bir əşya kimi alınıb satılırdılar, ya da evdə qul kimi ağzına su alıb bir köşədə otururdular. Amma Həzrəti Zəhra həm elmi, həm cəsarəti, həm söz gücü ilə və siyasi mövqeyi ilə bu yanlış düşüncəni alt-üst etdi və sübut etdi ki, iman və cəsarət və zəka yalnız cinsiyyətlə ölçülmür. Tarixdə qeyd olunub ki, Peyğəmbərimiz səfərlərdən qayıdan zaman məsciddən öncə Həzrəti Zəhranın evinə baş çəkərdi. Səbəb nədir? Səbəb Həzrəti Zəhranın öz imanı sayəsində, öz ibadəti və bəndəliyi sayəsində qazandığı bir məqam idi. Çünki Həzrəti Zəhranın evi vəhyin nəfəs aldığı bir mərkəz idi və nurun davamı o evdə var idi. Zənnimcə Həzrəti Zəhranı yalnız zülmə məruz qalmış məzlum bir qadın kimi yox, eyni zamanda gələcək nəsilləri formalaşdıran bir müəllim kimi də təqdim etmək lazımdır. Çünki onun evində elə bir tərbiyə metodu qurulmuşdu ki, o evdən Həzrəti İmam Həsən kimi şəxslər, Həzrəti İmam Hüseyn kimi və Həzrəti Zeynəb kimi şəxslər formalaşdı. Əgər bugün ailə dediyimiz bir yerdə sevgi və məhəbbət, haqqı müdafiə, ədalətdən xəbər yoxdursa, deməli biz Həzrəti Zəhranı düzgün tanımamışıq.